Bugün buna toplaşmamızın məqsədi, mən dəfələrlə demişəm, hər deyəndə özüm üçün böyük gürur hissi keçirdirəm. Şəksiz istedadına, şəxsiyyətinə, insanlığına, humanizminə, ləyaqətinə, xüsusilə də əqidəsinə böyük hörmət bəslədiyim. Qələminin ucundan süzülən misraları sevə-sevə, doymaya, o qədər oxuyuram, doymuram. Yaxşı mənada, yəni tələbat yaradır ki, bunu oxudun, yenə də oxudun. O, nöqteyi nəzərdən çox qiymətli bir kişinin, bir insanın, bir şəxsiyyətin, bir yaradıcı insanın, bir şairin anadan olmasının 70 illik yubileyinə toplaşmışız. Bizim qiymətli, hər kəsin sevimlisi olan, bu da çox dünyada az adama nəsib olur ki, hər kəsin bərabər şəkildə sevimlisi olsun. Arif müəllimin 70 illik yubileyinə toplaşmışız. Mən ilk növbədə həm öz adımdan, həm sizin adınızdan çox dəyərli Arif müəllimi ürəkdən təbrik edirəm. Ona arzu edirəm ki, çox arzulardır. Mən bir şey verim ki, Allah onu bizə çox görməsin və bundan sonra isə bizim üçün yenə də yazsın, yaratsın. Burada iştirak edən qiymətli insanlar, xüsusilə də Arif müəllim, bax, belə bildiyimiz, gördüyümüz şəxsiyyətlərdəndir. Mən əminəm ki, burada iştirak edən hər bir insan Arif müəllim haqqında danışmaq istəyir, Arif müəllim haqqında ürək dolusu söz demək istəyir. Mən üçün fərqi yox. Mən bu günləri saat neçəyəcə bir söz, nə qədər bir söz, sizin sərəncamınızdan qonaqlarımız da var. Yəqin ki, onların vaxtı məhdud olacaq. Bunları da nəzərə almağınızı xahiş edirəm. Mən kimə nə qədər, necə danışmalı, əstəğfurullah, deyə bilmədim, bunu bildirə bilmədim. Amma bunu özünüz bilin. İcazənizlə, mən də şair dostuma öz ürək sözlərini bildirmək üçün nəzmə çəkdiyim şair olmasam da. Arzularımı sizinlə bölüşürəm. Mən şair olmasam da Arif haqqında danışarkən şair olmaq istəyirsin. Qələminlə boşa yaşa, vur ömrünü boşa başa. Dəydi başın daşdan daşa, dedi sənə döz qələmin. Əzəl gündən haqq ilədi, hər sətrində haqq dilədi. Göstərdi ki, haqq belədir, haqdan gələn öz qələmi. Qələm sənin varın, yoxun, qələm qılıncın, oxun, amadədir biricə toxun, dönür olur söz qələmin. Savaşlarda əlin də o, gözün də o, dilin də o, bakirə qız gəlin də o, niqab altda üz qələmin. Savaşlara kəs də deyir, yol azana bəs də deyir, nadanlara dərs də deyir öz yolunda düz qələmin. Göydə ulduz sönər, yanar, dağ da dərddən dumanlanar, vaxtı gələr, alovlanar, kül altında köz qələmi. Çox sağ olun. Sağ olun. Çok beğendiğim, çok sevdiğim bir insanın tədbirinə həvəslə gəlmişim. Deməli, bizim Azərbaycan Yazıçılar Birliyi Lənkəran regional bölməsi regional bölümü olaraq Cəlilabaddan Astara ilə rayonlara verir və təbii ki, ilin əvvəlində biz tədbirlər planı tuturuq. Seyfəddin müəllimi görmüşdüm, müəyyən insanlarla gelib şairi ziyarət eləmişlər. İndi beynimdə götür qoyurlar ki, Seyfəddin müəllim mən telefonu haradan tapım, yolundan əlaqə saxlayım da, onlardan mən əlaqə saxlaya bilmədim. Yəni bu tədbirin hazırlanması təbii ki, can yəsindən asıldır, birinci o istəməlidir və biz də hərəkətə keçməliyik. Hələ bunu mən fikirləşirdim, telefonuma zəng gəldi və kim olsa yaxşıdır elə Seyfəddin müəllim. Və Seyfəddin müəllim də elə buna görə zəng edirdi ki, yəni məni bu tədbirə dəvət eləsin. Mən bu barədə öz fikrimi ona çatdırdım. Həqiqətən çox savab iş görürsünüz. Bir insan kimi, bir dost kimi, bir məmur kimi və bizim aparıcı hakimiyyətdə olan partiyanın rayon təşkilatının rəhbəri kimi çox mükəmməl və möhtəşəm bir iş görürsünüz. Və çox gözəl bir haldır ki, elə dünənləri biz Yaxın Lənkəran təşkilatında Heydər Əliyev irsi ədəbi düşüncələrdə adlı, bilirsiniz, dünənləri Heydər Əliyevin hakimiyyətə gəlməyini il dönümüydü. 14 iyul 1969-cu ildə hakimiyyətə gəlmişdi o önlərimiz. Onunla bağlı biz bu
güzel bir tədbir orada keçirdi. Və yapın, yəni Yeni Azərbaycan Partiyasının bu təşəbbüslərinin mən son dərəcə yüksək qiymətləndirirəm. Masallı ədəbi mühitində həqiqətən artıq Respublika səviyyəsində çoxdan tanınan bizim müasir şairlərimiz var. Və Vaqif müəllimi bu siyahıda başda, ən ucada nəzərdə tutan Vaqif müəllim bizim Azərbaycan ədəbi tənqidinin ustadı hesab oluna bilər bir mənalı şəkildə. Yəni bu mənim fikrim deyil, bu Respublikada qəbul olunan və sözün həqiqi mənasında yerində olan bir fikirdir ki, Vaqif müəllim ustad bizim sənətkarımızdır, böyük bir alimimizdir və biz bölgə olaraq şəxsən mən özüm də əziz dostum Vaqif müəllimlə fəxr edirəm. Masalının bizim yaşayan, Allah rəhmətə getmişdir, rəhmət eləsin, amma yaşayan çox gözəl şair yazıçılarımız var bizim. Elə burada oturan Xanarı müəllimdir, Arif Nağoğludur, sonda Camal müəllimdir, elə Əli Zaman müəllimdir, Məmməd Əvəzoğludur və digərləri, Zakir müəllimdir, digərləri adını çəkmədikləri mənə bağışlasınlar. Yəni, sözün həqiqi manasında gözəl bir baza var burada. Mən ki, masallı ədəbi mühitində Azərbaycan ədəbi mühitinin ən görkəmli, ən gözəl şairlərdən biri büyük tədbirlə yaşadığımız Arif Fərzəlidir. İnanın bu belədir, yəni burada heç bir şişirtmə yoxdur. Arif Fərzəli özünə məxsus bir şairdir. Oxudu Əlizaman müəllim onun şeirlərindən nümunələr çəkdi. Fikir verirsiniz, insanın ruhunu tərpədir edirlər. Onun var da bizim elə şairlərimiz var ki, 10 bəndli şeirdə bir fikir yadda qalır. Amma onun hər bir şeirin, hər bir misrası o elə bir ki, düz onluğa dəyir. O onun təbii ki, Allahın bəxş etdiyi böyük bir istedaddır. Kimya müəllimi olasan, amma gərəsən ədəbi mühitdə belə bir mövqe qazanasan, Arif Fərzəli Bakı mühitində yaşasaydı, inanın ki, nə bilim, bizim hal-hazırda tanıdığımız, bəyəndiyimiz varsa, Musa Yavruğu olsun, Sabir Üstəbxanlısı olsun, Vaqif Bəhmənlisi olsun, digərlərinin adlarını çəkmək istəmirəm. Hətta Məmməd Araz səviyyəsində, inanın ki, Məmməd Araz səviyyəsində sevilib seçilə bilən bir şair olardı. Yəni, bunun hər bir şeiri bitkin bir sənət əsəridir. Bitkin bir sənət əsəridir. Şeirlərinə fikir verin, qeyd elədim, 10 bəndli şeirdə nə istəyirsən var, amma şeiriyyət yoxdur, fikir yoxdur. Amma onun hər bir şeiri sanki elə bir ki, qəlibdən çıxmış bitkin bir əsərdir. Allahın ona verdiği bir istedaddır. İndi gənclərimizdə biraz müəyyən qədər belə deyək də, indi bu sosial şəbəkələr, digər səbəblər yüzündən ədəbiyyatdan, şeirdən, kitabdan müəyyən qədər elə bir ki, uzaqlaşmaq var. Bu da mərhələlərlə düzələcək. Belə getməz. Çünki həyat ədəbiyyatdadır. Biz də Yazıçılar Birliyi Lənkəran bölməsi olaraq Arif müəllimin tədbirini keçirmək niyyətindəyik. Çünki hardasa bir həftə bundan qabaq Seyfəddin müəllimlə bizim söhbətimiz oldu bu barədə. Yəqin ki, rayon səviyyəsində bir tədbir keçiriləcək, yəqin ki. Mən Arif müəllimi, əziz qardaşım, səni təbrik edirəm. Sənə can sağlığı arzu edirəm. Sən dəyərli insansan, sən təmənnasız insansan. Allah sənə bu ürəyi verir də. İndi zaman da belədir ki, istəməsən vermirlər də. İstəməsən vermirlər. Onun üçün də mən çox arzu edərdim ki, bu mənim bu arzum, bu xahişim yerinə yetsin və inşallah rayon səviyyəsində daha böyük bir məclisdə biz sizin bu 70 illik yükleyini qeyd edəcəyik. İnşallah. İsmət olar 75-in, 80-ın bu cür qeyd edilir. Ben deyərdim ki, Qala qəzetinin ilk nömrəsi çıxanda orada belə bir publisist yazı vardı, məscidə gəlmə adamı. Bu günlərdə mən elə ki, o qəzeti, o bəqanı kim oxusa, o yaddaşımda həkk olunur. Hansı, o təkcə şair kimi, yox, publisist kimi də özün orada təqdim elədi və ən gözəl publisist yazı kimi o yaddaşlarında qaldı. Sonraki bütün o Qala qəzetinin ağırlığı, özünə məxsusluğu ilə yadda qaldığının ilk kitabı, 91-ci il müəllifin ilk kitabı seriyasında çıxmışdı. Toxuma Həsrət Torpaq adlı kitabı idi. O kitabda demək ki, əksər şeirlər öz qeyri-adili ilə bizim yadımızda qaldı. Məsələn, orada elə bir şeir vardı.
Onu aldattı, məni aldattı, səni aldattı, zalimin oldu, torpağı da aldattı. Şulladı Əkbər. Bax, torpağı aldattı, şulladı Əkbər. Artıq burada Arif Ərzəli şair baxışını görür. Torpağın müqəddəsliyini, torpağın aveliyini məhz şair şəklində təqdim edir. O başqa şeydədir ki, və başqa yanlışa düşən qərib şeydir. Hətta 2011-ci ildə çap olub səhvəlmirəmsə, orada o kitab təqdim olunduğunda ona bir şeir də yazmışdım. Yanlışa qərib adlı bir şeir əsmirəmişəm Arif müəllimə. Arif müəllim təpədən dırnağa şairdir. Öz adı kimi məhz Arifdir, Arif insandır. Onun haqqında çox danışa bilərək, ancaq mən öz sözümü bilənləri Facebookda paylaşmışam, inşallah onlara çıxar və mən onu təbrik edirəm. Bir daha ona uzun ömür, can sağlığı arzulayıram. Yaşa qardaş, var olun. Nəinki Cənub bölgəsində, Azərbaycanın deyərdim, ictimai ədəbi tarixində önəmli hadisə sayılan bu tədbir, İnşallah arzumuz budur ki, 75 illikdə Respublika saraylarında, Respublika səviyyəsində keçirilsin. Çünki həqiqətən Arif müəllim təvazükar insansınız, sağ olun, amma siz ona layiq insansınız, sizin yaradıcılığınız ona layiqdir. Seyfəddin müəllimə də sizə təşəkkür edirəm, belə bir bizim rayonun söz adamlarına verdiyiniz dəyərə görə, həqiqətən çox sağ olun. Arif müəllim yaradıcılığı haqqında çox danışdılar, yəni gözəl sözlər dedilər, şairlərin sözləri, mən də bir-iki cümlə demək istəyirəm. Hər hansı bir şairi cəmiyyətə tanıtdıran, onu sübut edən, onun yaradıcılığında bir neçə məqam var. Məqamdır ki, bu məqamlardan birincisi şairin özünün fərdi üslubunun formalaşmasıdır. Şairin novatorluğudur. Şairin öz dəsti xəttinin olmasıdır. Mən deyərdim ki, bunlar hamısı Arif müəllim yaradıcılığında var. Arif müəllim yaradıcılığı deyərdim bir dəryadır. Hətta adam oxuduğunuza görür ki, hətta orta məktəb dərsliklərinə, salması, dünyəvi şeirləri, bütün mövzularda elə mövzu yoxdur ki, Arif müəllim o mövzulara müraciət edilməsin və həqiqətən də o mövzularda bir şair kimin sözünü deyib. Mənim bəxtları bizim hörmətli Rafi müəllim də dedi, bizim masallı ədəbi mühitinin çox böyük şairləri var. İndi adların saymanla utarmaz, Bakıda yaşayanlar var, dünyasını dəyişənlər var, Allah hamısına rəhmət eləsin. Mənim ən böyük istəyim oldu ki, bizim şairlərimiz, bizim rayon ziyalılarımız bir məsələni, necə deyək, önə çıxardı və bu məsələni həyata keçirdi. Bu məsələ nədir? Masallı ədəbi mühitinin məsələn üçün bizə yaxın Lənkəran Dövlət Universiteti var, orada dissertasiya şurası var, orada hər doktorantlar iş götürüb yazırlar. Və bu məsələni Lənkəran Dövlət Universitetinin rəhbərliyi qarşısında qaldırmaq və masalının ədəbi mühiti mövzusunda bir dissertasiya işi gənc doktorantların birinə vermək və dissertantların birinə vermək. Mən də bu sahədə əlimdən gələni eləməyə hazıram. Mən elə biləm ki, artıq bunu zamanı yetişib bu məsələnin. Çünki nəinki ədəbi mühit həm Sovet dövrü bölsə, müstəqillik dövrü bölsə, bir neçə mövzu var bu sahədə. Nəs gətirmək, qara gözlü. Bu yol biraz bəxt yoludur. Nəs gətirmək, qara gözlü. Nə zirvədə bir həccim var, nə dərədən bir keçən var. Saçlarım əlçim qar, nəs gətirmək, qara gözlü. Quş olaram, qanad olar, daş olaram, sapan dolar. Bəlkə işim avanda olar, nəs gətirmək, qara gözlü. Bu yol üzü duman yoldur, dizlərdən qan daman yoldur. Şairlik hər zaman yoldur, nəs gətirmə, qara gözlü. Təşəkkürlər.
Şəxsi konu qaldı, narahat olun. O eşitsinlər. Çəkilər tənhalığa, mane olmayar deyə, mane olmasın deyə, susar, özü də susar. Gün boyu ürəyinin səsinə qulaq asar, şəhid atası, həsrət, oğula həsrət. Ona həsrət qalınca, zarafata, gülüşə, şirin yuxuya həsrət, şəhid atası. Fəxri qüruru ilə kədərini üzləyər, göz yaşını gizləyər. Elə bil nə zamansa Yusifi ilə Yaqubun vüsalını gözləyər. Şəhid atası, boşuna mı deyiblər, bir yanan, bir də yanmaz. Bəs niyə gecə gündüz yanmağından dayanmaz? Şəhid atası, əyilməz, qəfil sınıb, öz atəşi ilə əriyər polad kimi. İçində qovrular, içində narın qovrular palıd kimi. Yıxılar palıd kimi, şəhid atası. Doğuldun, təzə darlıqdan. Qurtaran ananın indi vaxtıdır. Hey səni əzizlər, hey yuyub təmizlər. Süd verib yedirdər, yedirdib yatırdar. Yırğalar nənnini, söylər laylanı, ninnini. Sən elə köftəsən, yaşarsan müftəsən, qarnı tox, işgüd yox. Bir yeyib içdi var, bir yatıb durdu var. Tələsmə, ardı var. Elə ki, 6 yaş oldu, gəldi qardaş. Bu çanta, bu dəftər, bu kitab. Odur, oğulsan, oxuyub, ver cavab. Budur, növbəyə düzüldü. Orduya gedən yol, məktəbə gedən yol. İşə girdi var, ev tikdi var, ailə qurdu var. Ailə qurdun, daha nə qədər ardı var. Arifi tanımaq üçün hələ mən doğrudan yaxşı tanıram. Bəlkə də hamınız yaxşı tanırsınız. Mən axşam bir daha fikirləşdim ki, Arif düşüncə və xarakter şairdir. Çox gözəlsiniz. Düşüncə və xarakter şairdir. Düşüncənin mühit imkanları olur. Təəssüf, çox təəssüf. Arifin mühit imkanları olur. Düşüncənin məqsədə gedən yolu olur. Arif çox gözəl bir yol, düşüncə yoludur. Yaradıcı düşüncə təbii ki, bu yolda nə bilim, biraz bəxt gətirməməzlik olur. Biraz, nə bilim, Arif'da indi mən çox şeyləri demək istəmirəm. Olur. Amma sən Arifsən, bütün bunların hamısına Arifyanə eləmişsən şeylər. Amma sənin şeirlərində xəyallar və ideallar var. O xəyallara, ideallara bizim çatmağımız səninlə, məni özünün nəzərdə tuturur. Düzürsən 8 il məndən cavansın. O xəyallara çatmaq məsələsində bir baxılacaq, deyəsən, gecikirik. Amma bütün bunlarla yanaşı səndə bir mənəvi rahatlıq var. Sənin poeziyada mənəvi rahatlıq var. Xarakterinə uygun, düşüncənə uygun. Sənə uğurlar dilirəm, qardaş. Təbrik edirəm. Bu balada vaxtilə sən özün təriflərini, təxminən 10-15 il bundan əvvəl, mən bir tərifim eləmişdim, bu Şevçenko'nun biraz tərcüməsiyle məşğuldum. Hərdən birdən bir Şevçenko'nun rəssam və eksizlər poezləri sənə təqdim edirəm. İndi bilmirəm də insana çəkir. Hələ bunu bir daha təbrik. Bugün nəinki masalında, Zəni bölgəsində, Azərbaycanda artıq Türk dünyasında tanınmakta olan ustad imzamızı sırçlarda yollandığı kimi yarım əsrə yaxın müqəddəs sözə sədaqətlə xidmət edən Arif Fərzəlinin 70 illik yubileyinin ilk tədbirinə yarışmışıq. Mən də Arif müəllimə ən ümidi olan son sağlığı arzulayıram. Arif müəllimin
bayağı da Seyfettin mən vuruladı ki, Allah Teala ona o kadar ömür versin ki, hər il onun ömrəyi keçirək, hər il onun işinə yığışar. Arif müəllim bu dövrdə öz zəngin yaradıcılığı ilə, təcrübəsi ilə, yəni dolğun bu poeziyası ilə, yəni bu gündə hər zaman öz aktuallığını qoruyan, hətta gələcək nəsillərə bir mənəvi məktəb olan poeziya sahibidir. Onun əsərlərində Əlizaman müəllim vurğuladığı kimi vətən sevgisi, yurt təsir keçdiyi, çox detallarda sadalamaq olar. Yəni insanın dərin qatlarına nüfuz edən bu düşüncələri ifadə edir Vaqif poeziyası. İnanırıq ki, hələ bundan sonra da Azərbaycan ədəbiyyatına hələ böyük tövbələr verəcək, oxucular üçün yeni üfüqlər açacaq. Çünki Arifin şeirlərin səhləndirilsə, oxunduqca təkcə bizə şeir kimi deyil, bizi düşündürür, bizi nəyəsə məcbur edir. Arif müəllimin şeirlərini özünün təşəbbüsü ilə toplamışam. Artıq, çünki Arif Fərzəndi heç bir kitabını indi əldə etmək olmur. Yəni, onu toplamışam, 300'e yaxın şeirdir, yazılıb, hazırdır. Təqsir bilir onu, çapı bizim möhtəmizə düşəcək ki, yaxın vaxtlarda onu da dərc edərik. Arif müəllimin bəyə vurguladığım şeirlər həmçinin aktuallığını oluyor. Seyfettin müəllimdə devam edən kənara düşdüm. Mən 40 il öncə onun yazdığı bir şeiri oxumaq istəyirəm ki, əllərimin ünvanı, cibimə qoyuram, deşir cibimi, sinəmə qoyuram, sinəm ağrıyır. Barmağım cütlənib küt qayçı kimi məni tüstü-tüstü kəsib doğrayır, əllərim ünvansız yaşayır. Yaxşılar əlinə məqam gözləyir, namərd əllərinə sarı uçunmaz, meşin qapıları xaçandır döyür, keçər əllərimin bəxti açılmaz, əllərim ünvansız yaşayır. Bir gül dərmədilər, daş atmadılar, kiriyib qaldılar döşümün üstə, tərslikdən daşlar da qızarmadılar, bayraq tək yellənən başımın üstə. Əllərim ünvansız yaşayır ələr. Əlimsiz əllərim, çəmsiz əllərim, çoxunun qəlbindən təmiz əllərim, minnət damğasını daşıya bilmir. Əllərim ünvansız yaşayır ələ, kağızsız, qələmsiz yaşaya bilmir. Teşekkür ederim. Arif müəllimlərimizin görürsünüz, tarih dostları. Mən Arif müəllimin yaratılan tərcih edən amma onu bilirəm ki, poeziya adamdır, sözlər alır, Arif müəllim. Onun bütün şeirlərini oxuduğunuzda, hər bir şeir onun üçün övlad qədər əziz. Və Arif müəllimə mən nə arzulayıram? Əzim Arif müəllim, sizə mən birinci məhkəmdən sağlam huzur ömrü arzulayıram. Arzu edirəm ki, buradan sonra gələn illəriniz xoş təbəssümlü, xoş günlər, şən günlər sizin ailənizə və özü qismət olsun. Və bir misreylə mən bunu bitirirəm. Bir kül altında köz qalın, neçə qədər söz qalın. Çox alimlər qocalır, qocalma alimlərdir. Esnafın qəsəzələrimiz məlumatlarını, Rasim məlumatlarını, illər inşallah yubileylərimizdə həmçə qeyd edək. Bizim sizinlə tanışdığımız mənim şəxsən mənim atam haqqında yazdığımız kitabın əvvəl ona 100 cild olmalıydı, sonra ona artırdığım tələbat çox oldu. Allah sən can sağlığını verirsən, uzun ömür, ondan sonra varçalarla olacaq. Təşəkkür edirəm. Seyfim, böyle şakacaklar gidiyor. Anladım. Tabii. Yüzlü bir yana söylüyorum.
Sağ olun. Sağ olun. Bu masallar hakkında yazdığım o yerlerde izin kaldı kitabını size hediye edeyim. Teşekkür ederim. Benim bağışlayın. Təbrik ederim. Sağ olun. Təşəkkür edirəm Seyfəddin müəllim. Həqiqətən də masallıqda artıq bir neçə ildir ki, o ədəbi mühiti yaratmaqda böyük xidmətləriniz vardı. Bu günlərdə Arif müəllimin keçirdiyimiz bu yubiley ədəbi mühitin nümayəndələrin burada olmağına sevinirik və sizə öz təşəkkürümüzü bildiririk. Arif müəllim, əslində bu günləri, Arif müəllimin doğum günü 3 gün sonradır, bu gün mənim doğum günümdür. 41 yaşım olur. Arif müəllimi də mən 41 yaşında tanımışam. Arif müəllimin 41 yaşı olan vaxtı bizdə Ərkivanda Ağ Məktəb, lisey kimi fəaliyyətə başladı. Ən istedadlı uşaqları və rayonun ən istedadlı müəllimlərini ora cəlb eləmişdilər. Arif müəllim şairlikdən əlavə həm də gözəl pedaqoqdur. Pedaqoq kimi bizə gəldi və ədəbiyyatı biz ondan öyrəndik, ondan sevdik. Gələcəkdə mənim hər hansı bir uğurlarım əldə olursa, onun böyük xidmətləri olmuşdur. Həm də Arif müəllim dövrünün jurnalist fəaliyyəti var idi. İlk müstəqil qəzet olan masallımız üçün Qala qəzetinin yaradıcı heyətlərində yer alırdı. Arif müəllimin o vaxtı həm Ağ Məktəbdə 70 illiyə də gəldiyi ilin növbəti ili 70 ili oldu bizim məktəbimizin, oraya yazdığı şeir vardı. 70 il ömr edib uzaqlığıyla, kamillik çeşməsi olub 70 il. Yol gəlir zamanın uzaqlığından, piranı qoca tək qəndi. Dünənə bugünə səpib nuruna, amma sabaha da o od saxlayıb. Bəzən qaraltsaq da ağ divarına, ağ günlər bəxş edib, ağac saxlayıb. Bu təkcə söz yığını, söz düzümü deyildi. Burada bir sözə hörmət var idi. Məktəbin böyüklüyünü göstərirdi, kəndin qədimliyini göstərirdi. İndi bizim yaxın vaxtlarda 2 ildən sonra artıq məktəbimizin 100 ili olacaq. İnşallah biz növbəti 100 il şeirini ondan istəyəcəyik. Burada səsləndirdilər şəhid atası şeirini, amma bizə o öyrətmişdi şəhid anası şeirini. Dərd içini dağlasa da mərg yazar şəhid anası. Yerin göyün ağrısıdır sən dözən şəhid anası. Ölməzlik kücə mən kücə, onun yolu mənim kücəm. Ölsəm də 100 kərə, 1000 kərə şəhid olmaram şəhid anası. Onun şəhidlərə, şəhid ailələrinə olan gözəl fikirləri, onun ağrısının, acısının çatdırılması bizdə həqiqətən də həmin vaxtda uşaq olanca bəlkə də onu dərk eləmirdik. Amma böyüdükcə o sözün yükünü gördük, sözün gücünü gördük. Arif müəllim, sizi təbrik edirəm. O gün olsun sizin 80-90 Allah verən ömrü sağlam sizdən. Arif müəllim bizim həqiqətən sevdimizdir. Onu çox istəyirəm və Arif müəllimin zəhmətinə verilən qiymət bizim üçün böyükdür. Yazımda da yazmışdım ki, biz onu hələ xalq şairi hesab edirik və bizim üçün həqiqətən əzizsiz. Allah sizə birinci növbədə sağlam, bərəkətli ömür nəsib eləsin və inanıram ki, tezliklə dövlət səviyyəsində sizə bir fəxri ad veriləcək və buna görə də mətbuat səviyyəsində bizdən nə lazımdır, biz hazırlayıq. Təşəkkür ederim. Çox sağ olun, təbrik edirəm. Müəllim söhbət elədi masallı ədəbi mühiti. Masallı ədəbi mühiti haqqında nə istəyirsiniz? Həftənin 6-cı günləri gəlin bizim məclisə, orada materialları sizə verə bilərik. Təşəkkür ederim. Qaldı ki, bu Arif müəllimin birinci kitabıdır. Bu da Arif müəllimin sonuncu olmasa, deməli, bu 17-ci ildə çıxan kitabıdır və əvvəlki o bir kitabları var. Mən indi buna gətirdim bir və sonuncu. Və bir məsələni demək istəyirəm Arif müəllim. 60-cı illərdə mən şeirimi aparmışdım ədəbiyyat qəzetine. Girdim içəri, gördüm birini tanıyırdım, Sabirdir, bir də ki Ayaz Qapalı vardı. Qalıb yaqalını bilmirəm. Və dedilər ki, nə gəlsindir, şeir gətirmişəm. Dedilər ki, oxu. Oxudum, onlar günə baxdılar, dedilər ki, aşıq olmağına aşıqdır. Mənim bu Köroğlu dastanı olan şeydir.
və bildim ki, deməli şeirdə nəysə var. İndi Arif müəllimin şeirlərini istəyən adamı oxusun, orada onun aşık olması, onun şair olması, onun böyük, bax mən deyərdim, Azərbaycanda tanılası bir şair olması üzə çıxır. Onun yazıları özünə məxsus fikirləri var və mən onu bugün bu 70 illik münasibədə təbrik edirəm. Mən onun atası ilə məclislərdə iştirak eləmişəm. Allah onu rəhmət eləsin. Allah mənə ömür verib günü ilə görürəm və Arif qardaş, səni bir də təbrik edirəm. Qaldı biraz siz şair olduğunuz üçün mən adadan şeiri yazanda bir müddət onu saxlayıram, işləyəm. Amma bu təzə olduğu üçün ola bilər, qüsuru da olsun. Amma istəyirəm bu şeiri siz üçün oxuyun, yolda sərvələr, üzürdüzlər, səhv tutmayın bu, biraz bizim danışdırma. Hər şeirimizin naxşıdır. Kitabların yaxşılardan yaxşıdır. Son kitabın ürəyimi oxşadı. Sözüm deyil quru, Arif qardaşım. Çəkmə şair bir tərəfə yaxanı. Xuda Kərim sən Nürəddin duanı. Tanıtdınız aləmlərə muğanı. Alıb etdiniz qoru, Arif qardaşım. Siz həm sözün, həm də yatan səsindir. İlahiyə şükr et, bu da bəsindir. Şeirimizin zirvəsində gəzindi. Payla bizə nuru, Arif qardaşım. 70'ində döndü saçın qumaşa, 80'li 90'lı söz yaşa. Bir gün səni yetişdirər 100 yaşa. Şeirin zəri, zoru, Arif qardaşım. Xanəlinin görürsən ki sonudur. Əynindəki piranəlik donudur. Ölüm, olum, tamam başqa konudur. Şeirimizi qoru, Arif qardaşım. Şeirimizi qoru, Arif qardaşım. Səni bir də təbrik edirəm və öz kitabımı da sənə təqdim edəm. Buyurun. Sizə can sağlığı versin, gözəl insan. Sadəcə sözümə başlamışlarına bir xahişim var. Baxın, Mərkəzi Kitabxananın 300-ə yaxın fondu var. Bəzi masalı yazarlarımız var, o fondda olan kitablar yoxdur. Xahiş edirəm sizdən, kim kitab bırakırsa, çünki belə deyək, hal-hazırda istədiyimiz yazarların kitablarını tapa bilmirik. Xahiş edirəm sizdən ki, kimdən kitab bırakırsa, ən azı bizə 2 nüsxə versinlər. Çünki biz onu həm saxlayırıq, qoruyuruq, nəsildən nəsilə veririk. Sizdən artıq xahiş edirəm. Və ilk sonunda da Arif müəllimi təbrik edirəm. Həqiqətən də Arif müəllim bizim Mərkəzi Kitabxananın çox yaxın insandır. Şəxsiyyətinə, şairliyinə hörmət etdiyimiz insandır. Mərkəzi Kitabxana kollektiv adından Arif müəllimə bir hədiyyəmiz var. Onu təqdim edir və təxri fərman da var. Buyurun, gəlin. Gəl. Və bizim Qodman Kənd Əzrabad Kənd Kitabxanasının müdürü Heyran xanım Əlişidir. Fərqli bir şey yaradaq ki, yəni xatirələrdə Arif müəllim hamımızın sevimlisidir. Onun yaradıcılığı haqqında danışmaq mənlik deyil, çünki burada gözəl ziyalılarımız var, onlar danışdılar və Arif müəllim haqqında uzun-uzadı danışma var. Amma Arif müəllimi mən bir şəxsiyyət kimi, bir insan kimi, bir şair kimi çox sevirəm. Allah canınızı salamat eləsin, Allah sizi var eləsin, can salamatlığı və arzum budur ki, Allah nə ömürdən sonrası ömür verirsə, hoş ömür versin, Allah nəsib eləsin ki, 75 illiyiz. İnşallah. Sağ olun. Arif yazır, Arif dərdi olma yedək, o səni yox, sən onu çək. Şairlik də şəhidlik də, tarixə birbaşa yoldur.
Çoxlarına bəlkə şairi asan gəlir, şeir okursan, adın çəkilir, şöhrət var. Amma doğrudan da Arif dəqiq deyir ki, şairi şəhidlikdir. Onun söz qanı var, ciğer qanı var. Sözü yazmaq üçün nələrdən içmək lazımdır. Cəmiyyəti müşahidə eləmək lazımdır. İnsanı müşahidə eləmək lazımdır. Dövrü tanımaq lazımdır. Və Arif'in böyüklüğü də bütün bunlara malik olmasındadır. Arif yazır, bir biyaban dərvişiyəm. Adımı şair çağırmayın ucadan, ömrü göğe doğru. Qardıma yazmadıqlarıma görə qorxuram Allah'tan. Yazdıqlarıma görə qorxuram ustadım Piyakuza'dan. Burada onun böyüklüğü var. Burada vicdan meselesi var. Burada tarife cevapverliği var. Burada ustaların karşısında məsuliyyət hissi var. Ve bunu hansı yaşlı olursa olsun fərqi yoxdur. 70 yaşında da o məsuliyyət hissini eğer Arif yaşadırsa bu onun böyüklüğüdür. Yenə də dünyada biz qalacağız. Təki biz qalan, bu dünya qalan. Çok şey gedəcək. Çok şey gedər var. Mən dünən vardı, bugün yoktur. Ama biz dünya var. Ama biz dünyada o vaxt var olacaq ki bu dünya da qalan. Deməli bu saat dünyanın talihi bizim talihimizdir. Şu an çok özeldir. Mesela bu saat dünyada muharebeler bize dəxli yoktur mu? Güzel ki Amerika, İran var ki Ukrayna mesela hamısı bəşər talihi, şairin talihidir. Şair bəşəri düşünür. Səmədurun yaxşı deyirdi ki, mən çox düşündüm həqiqətən də çox ağır işdir ki, dünyanın bunu düşünən bir şair olmaq çox çətin şeydir. Və baxmayın əyalətdə yaşayır Arif. O əyalat şairidir, o Azərbaycan şairidir, o paytaxt şairidir, o əyalat İran şairi, ona o bəşər talihini düşünən bir şairdir. Saldıq mərtəbədən sözü bağışla, Füzuli yazdı. Bəli, sözü urbatdan salan şairlər var. Lakin bunun böyüklüğü arasındadır ki, o sözün çeşidində mərdana durur, bir əskər kimi durur. Nə üzünə yalan deyir, nə oxucusuna yalan deyir, vicdanına yalan deyir. Həqiqi söz yazdır, doğru sözü yazdır. Həqiqi o bunun böyüklüğüdür. Özümü açıq məktubda yazdı. Güya onun intiharı günahdır. Ama bizim mücadelemiz günah değil. Felaket günah edip, kimse intihar edip, o günah iş görür. O Allah'ın kanlı büyüktür. Ama en büyük günah o güzel değil. Bizim ona mücadelemizdir. Komşumuzda, yoldaşım var, rayonumuzda arkadaşlar, kimse ağzından ölür. Kimse ne ihtiyacı var, ne ihtiyacı var. Biz hamımız mücadelelik. Son dövrlerde o kadar bizi sarır ki bu büyük bir içtimai beladır ve şair buna üsyan edir. Şairin böyle o fikirlerin böylülüğündedir ve böyle bir fikir değilse o hamının günahı çok güzel değil. O içtimai belanı günahı çok güzel edir. Sessiz Nəğmə şehrinde yazır. O yetim göresen dahma çişi mi? Gördün bu ne kadar insan, beşer, cennet beşer bir insandır. O yetim göresen dahma çişi mi? Bu sarı, şunguru, taxıl əkdi mi? Havaya uçuşan kəfən əkdi mi? Bəs belə sövda necə sağ qalıb? Görün nə bu? Bu insanı yox, bu rəmzdir. O kəplik soyuq havada kəfənək gəzir. O harada sağ qalıb? Onun necə o həyat onu öldürməyir? Gör, bu gülü ilə düşünür, çiçeği ilə düşünür. Şair belə olmalıdır. Evet. Şairin böyüklüğü onun hissiyatındadır, hissiyat olmasındadır. Dağı da, taşı da, kuşu da, kəməni duymasındadır. Hak quyunun dibindədir. Dünya, sen çal ki, dünya çək gəlsin. Hak quyunun dibindədir. Dünən də belədir, bugün də belədir. Şair, bak bunun Arif'in böyüklüğü arasındadır ki, o bəzi, o ekstremist şairler kim çıkır mı? Bəzi o muhalifetli şairler var, böyle şu arvasın sözler demir. Onun həqiqətpərəstliyi sözü düz deməyindədir. Sözün düzünüdür, sen böyük şairsən. Sözün düzünüdür, sen büyük Allahçısan. En güzel dindir, hakkı müdafaa eləməz. Ardı var, çok hoşuma geldi bu şey, ardı var. Ama hiç ağlına getirme. Umudun rahatlık orada var. Orada da ardı var. Yani o dünyada da ardı var. Melek var, kağız var,
lələk var, soruşdu, sordu var, orada da var. Sən elə bağlama, sənin bu bildiklərini, etdiyin cinayətləri heç kim bilməyəcək, xeyr. Həmişə ardı var bunun, qutarmayacaq. Elə bilməz ki, səni görmür. Allah görür səni, orada ardı var, orada da o sorgu var. Bunu bilginə və mən hələ bunun yaradıcılığına bir nəzər saldım və bu nəzərdə mən Arifin də həqiqətən böyüklük gördüm, orijinalı gördüm, özünə məxsusluq gördüm. Şairlik budur da, sən özünü yazırsan, duyduqlarını yazırsan və bir şey deyim ki, açıq deyək ki, uzun illər Azərbaycan ədəbiyyatında bu sərbəst şeirə bir biganə münasibət olub, düşmən münasibət olub. Elə Aşraf Hasan istəmişik, Səməd Rıfan istəmişik. Amma Rəsulullah bir tilsimi gördü və Arif də bu tilsimi bütün sırrın alanda gördü. Arif'e eşk olsun, o bir sanat günleri gösterdi bize, Arif'in bütün kaldığı. Sağ ol kardeşim. Tüm hamiyetlərin düşüncələrini bildirirəm. Mən babamı yubiley münasibətilə təbrik edirəm. Nə yaxşı ki, mənim babamdır. Biz onunla həmişə fəxr edəmişik. Ona gələcək illərdə uzun ömür, xoşbəxtlik arzu edirəm ailəsi ilə birlikdə. Və babamın Seyfəddin Əliyev üçün yazdığı bir şeirini səsləndirmək istəyirəm. Şeirin adı Ey söz. Ey kökü mayası, ruhu ahəngi, torpaqdan, ateşdən, sudan, havadan, nadanlar dilində qəribdi dərgin, ariflər dilində yeri abadan, Füzuli vəsfində məqamın yeri, İnsandan o yana Allahdan bəri, bəsindi mən sənə nə qiymət verim, getməsin irəli, qalmasın geri. Ey bəzən bir anın bəhəri barı, bəzən gecələrlə çəkilən yuxum, adicə qələmlə qəlblərə sarı, illərin altından atdığınların. Mən söz yazmamışam, söz yaşamışam. Mən söz yazmamışam, söz yaşamışam. Varlığın yorğulub mehrindən sənin. Bir ömür ələklə sudaşırmışam, çıxa bilməmişəm sehrindən sənin. Ey kökü mayası, ruhu ahəngi, torpaqdan, ateşdən, sudan, havadan, nadanlar dilində qəribdi dərgin, ariflər dilində yeri avadan. Demir tapanda kümür tapmadı, kümür tapandı, demir tapmadı, demir de tapdı, kümür tapdı, ama ömür çatdı. Mən Təzavad kənd sakini Şəfanlı. Bu yaxınlarda Yazıçılar Birliyindən ilin yazarı, əsrin yazarı bizim masalımızın fəxridəsində mən sizlərlə varam, okuyucularımızla varam. Allah hər kəsə can sağlığı versin inşallah və sizə ilk növbədə təşəkkür edirəm ki, bizim kimi yazarlara, istedadlı gənclərə yol verirsiniz, önəm verirsiniz, dəyər verirsiniz, bizi qarşıya çəkirsiniz, sağ olun. Bugün Şəfanlı olaraq mən də dəyərli şəxsiyyət ədəbiyyatda öz sözünü demiş gözəl şair Arif Bərzərinin 70 ili yubileyinə dəvət almışam. Nə yaxşı ki, bu dəvəti almışam. Mən fəxr edirəm ki, sizin kimi bir insanla bir stol arxasındayam. Mən fəxr edirəm ki, sizi adınızı, şeirlərinizi eşitmişdim, oxumuşdum və sizi görməmişdim canlı. Bu bizim üçün həqiqətən fəxrdir, şərəfdir. Allah sizə ömür versin inşallah. Bundan sonra axarıncı yaşlarınızda yubileyinizi gələk inşallah təbrik edək. İnsan yaranışdan layiq olmadı. Tanrının səbrinə, sonsuz tabına. Heyrətlə baxıram boş vaxtlarımda sevginin zəhərdən olan abına. Bəxt yazan bəxtimə əzəl yazmadı, yazsın heç kimdən özəl yazmadı. Allah da yazdığın gözəl yazmadı şairin şərəfli ömür qabına. Bəxtimi bir səhər azdıracağam, qəbrimi kənarda qazdıracağam. Cavabsız eşqimi yazdıracağam axirət günün haqq hesabına. Yalanlar içindən könül yormadım, ömrümdə bir dənə ürək qırmadım. Çalışıb vuruşub alındırmadım, kəlmələr sığışmır dərd kitabıma. Allah, şairlərimiz, onsuz da bilirik ki, dərddən şair olurlar. Mən hər zaman şairlərin həyatına müraciət edəndə baxıram, görürəm ki, heç dərdsiz şair görürəm özüm qarşı. Allah şairlərimizə dərd verməsin, ümumiyyətlə insanlarımıza dərd verməsin, Allah masalımızı qorusun və hər kəs Seyfəddin müəllim kimi ürəyə
nə bilim, sahib olsun ki, bizlərə yol versin, bizləri tanıtsın. Mən Masalda tanımıram, valla başqa rayonlarda, bölgələrdə tanınıram şükür. Mən burada tanımıram, çünki heç biriniz mənə tanımırsınız, bilirəm. Hər kəs sual verir ki, siz kimsiniz? Mən istəyərəm ki, bundan sonraki gənclərimizlə də inşallah yol verilsin. İnşallah gələcək nəsillərə. Allah can sağlığı sizə mənim. Arif müəllim, 70 yaşın mübarək, 100 yaşasın sənin kimi zürürək. İncə ruh var sənin şair qəlbində, poetikdir qaydasında, həddində. Həsr edirəm sənə o sətirləri, sözün, şeirin, gələcəyin pirləri. Ecazkardır söylədiyin hər kəlmə, bundan belə bir dənə qədər gəlmə. Qoy ruh versin sənə buğan çölləri, ad gözəlin Ağçalının gölləri. Bir mayaqsan mənim şeir yolumda, uçmaq üçün qanadım da, qolum da. Çox danışmaq istəmirəm mən burada, 1000 yaşa ki, sən olsan bu yurda. Deməli, Əli Nəcəfxanlıdır, hörmətli Əli müəllim, Nəcəfxanlı tanıyırsınız, çox gözəl istedadlı şairimiz, yəni çox sevdiyim insanlardan, şəxsiyyətlərdən biridir və onun da uzun müddət, yəni o özü əslində masallılı sayır. Yəni çox qiymətli insanlardan biridir. Əli müəllimi təbrik eləməsi məndən xahiş. Buyurun Əli müəllim, eşidirlərsə, Vaqif müəllim Yusuflu da, Bahar müəllim də burada iştirak edir. Hamısını salamlayıram, başda Vaqif Yusuflu olmaq şərtilə. Arif Əzəlir bağrıma basıram. Ürəkdən təbrik edirəm, ona can sağlığı hazırlayıram. Onları görəndə, görməyəndə tanıdığım adamlar. Poeziya üzrəyəm. Azərbaycan yazıçılar müştəyirin, poeziya seksiyasının rəhbəri İbrahim İlyaslı, tanınmış şair, Ekrem İlhanlı, tanınmış şair, dostlar, qardaşlar, onlar da bu təbriklərə qoşdular və təkiddən deyirlər ki, bizim adımızla təbrik elə. Arif müəllim gözəl şairdir, məzrim şairdir, sözün belə həqiqi mənasında. Allah ona can sağlığı versin, uzun ömür arzulayırım ona. Yəni biz üzlü Sumqayıtdan bu dəqiqə ona birbaşa yayımla təbriklərimizi, sevgilərimizi çatdırırıq. Təşəkkür ediyorum, hörmətli Əli müəllim. Bizim burada iştirak edəmiz sizə minnətdardır və bizim də salamlarımızı orada iştirak edən qiymətli Azərbaycan ziyalılarına, Azərbaycan şairlərinə, yazıçılarına çatdırmamızı xahiş edirəm. Təşəkkür ediyorum, var olun. Sağ olun. Sağ olun. Sağ olun. Arif Əzəl həqiqətən şair. Əgər onun şeirləri, bax, nə qədər bu insanları fitir edirsə, onların bədəninə gizli keçirsə, nə bilim, o diliyin möcüzələrinə dayanırlarsa, insanlar o həqiqətən şair. Mən bir informasiya xarakterli bir dənə söz deyəcəm. Deməli, Arif Fərzəli biraz özü təmbəllik edir, xaricə çıxmamalı. İndi heç kəsi tanıtmağa ehtiyac yox. Arif Fərzəlinin, məsələn, mən 2 dənə şeirin Açılışın jurnalı var, internet jurnalı. Oraya göndərmişəm. İtaliyalı xanım onu tərzim edib, mənimlə əlaqəli şəkildə götürmüş. İndi onu orada verəcəklər. Çox belə möcüzəli baxır ki, yəni kət yerində, əyalətdə yaşayan bir adam belə şeylər yazır. İkinci informasiya xərəkdir, onu Qurultayda 22-ci ildə deməli, Naxçıvandan qalxdı, ölməyən rəhbərlik edən bir orada adam danışdı. Orada demək olar ki, Respublika əhalisinin 40%-i alıb, qalan 60%-i əməkdar incəsənət xadimi, əməkdar nə bilim, bədəni işçisi, mədəniyyətçisi, onlar alıblar. Yəni o bölümü rəhbəri deyirdim, mən də onları yazırdım bir dənə. Bilmirəm onu necə təqdim eləməli, yaxud necə bu mümkün olur, özümüz fikirləşə bilərik. Və mən də burada ona görə dayanıram, bir dənə kitabımı hədiyyə edirəm. Arif müəllim çox gözəl və təhlilcidir. Məsələn, istənilən bir dənə romanı ver, istənilən kitabı ver, elə onu təhlil edər sənin üçün akademik səviyyədə. Həqiqətən adam, Arif müəllimin həm də mən şeirlərinə təhlillər yazıram, Facebookda gedənlərə. Fikrim var, Allah qoysa poema söz verib mənə. O da olanda mən də bir dənə bir yazı yazıram onu, orada verəcək. Təbrik edirəm qardaş səni. Çox yaşa inşallah, sən hələ ədəbiyyata lazımsan, sən ədəbiyyatı daşıyacaqsan, narahat olma, özləri peşinə çıxırlar. İndi bu saat Misirdən, mən Misirin sahillərində tərcüm olunuram. Çapma önləri mən günah adlı hekayemi orada verirdi. İtaliya qatlarına gelib çıxmışam. Argentinada çap olunmuşam, İspaniyada çap olunmuşam. Heç mən nə tərcüməyə pul verirəm, nə onların yayımına pul verirəm. İstedadı axtarırlar, çox da məşhur oluyor. Əyalətdə itib batan məhənkimləri tapır çıxardırırlar. Bundan böyük nə ola bilər? Girişdə bu meydan bu şeytan. Sağ olun, var olun.
70'in mübarək Arif Hərzəli. 100'ə nə qalıb ki? Gəl yavaş-yavaş. Nə qədər ömür var, qələmlə savaş. Sənə yubileylər yaraşır, qardaş. Dostların nə yaxşı qoyub təməli. 70'in mübarək Arif Hərzəli. Xalqın şairsən, təmizdir adın. Bilirəm, minnətin çəkmədin qadın. Səninlə hiss etdik şeirin dadın. Hələ çiynindədir Allahın əli. 70'in mübarək Arif Hərzəli. Şairlər dərdlərin içinə saldı. Şair var sağ ikən kənizdə aldı. Bizim gözümüzün kökü saraldı. Döyməz qapımızı bir el gözəli. 70'in mübarək Arif Hərzəli. Hər ənalhək səsdə səmirdə bizik. Hər gün bu yoğurulan xəmirdə bizik. Kömür də biz olduq, dəmir də bizik. Gözlərik naz ilə gələn əcəli. 70'in mübarək Arif Hərzəli. Belə nurlu olsun hər gün sabahın. Rəbbimiz həmişə olsun pənahın. Atasın tapmısan yetim seygarın. Belə olmalıdır şair əməli. 70'in mübarək Arif Hərzəli. Borzalı Misraya verdi hər günü. Çözməyə çalışdıq çətin düyünü. Çəkdi karvan kimi qeyrət yükünü. Neydir öləndən sonra heykəli? Hələ əlində, çiynindədir Allahın əli. 70'in mübarək Arif Hərzəli. Kimi 2010-cu ildən biz yaratdıq masalının Göy Quşağı ədəbi məclisi yaratdıq. Xanəli müəllim orada sədr seçdi, bu saat indiyə qədər dəyişilməz sədrdir və masalının olub dünyanın arasında yaşamalından sonra oraya başladı cəlb edilməyə. Və ondan sonra həmin yazarların ədəbi almanxını tərtib elədim. Sonra Arif Qoşulcora, Vaqif müəllimə də ön sözü verdi elə, Vaqif müəllimə ön sözü yazdı. Masalının söz çərəsi. Yazmaq lazımdır, yaxşı yazmaq lazımdır, Arif onu bacarır. Allah canını sağ eləsin, Arif sənin qardaş bağrıma basıram, öpürəm. Allah sənin ömrü uzun eləsin, canını salamat eləsin. Allah rəhmətlik atan, sizler qonaq olmağın da yadımda da vaxtı başqalar ki, abi filan Allah'ın da rəhmət Sağ olun. Onun atasını da bütün hemşireleri farklı kurtarmıştı. Çok mehriban pazarlıklı, təsərrüfatı realik etməsində axtırmışdı. O Fərzəli Əhmənin ne deyir, eşittiğimi burada hayalıma geldi, beni maraqlandırdı. Dedim görüm onu, bir ot kökü üstünde biter. Həqiqətən şairdir. Orada atası şimdi ben onun şahidiyəm. Allah rəhmət edin. Səmimidir. Konferanslarda ki, Bartakdır, Mərkəzi Komitəyə bir yer götürmüşəm onunla. 2 dəfə, 3 dəfə. O bacarıqlı olmuş. Allah'a çok şükür, yaxşı ki, onun kimi belə bir ömür. Təbii ki, Mən Arif
Fərzəlini 80-ci illərin əvvəllərindən tanıyıram. O vaxtdan üzüb bəri həmişə onun şeirlərini, şeir kitablarını izləmişəm. Bir neçə yazı da yazmışam. Bax, bu kitabda tarix kitabı, öz söz mənə məxsusdur. Mən yazmışam. Sonra 70 illiyi münasibəti ilə keçən həftənin 5-ci günü Ədalət qəsdində bir yazı ilə çıxış eləmişəm. Bu Akif Ağayevə demişəm. Bu həftənin 5-ci günü isə Ədəbiyyat qəzetində deməli başqa bir yazı dərc ediləcək. Lakin nə Ədalət qəzeti, nə Ədəbiyyat qəzeti, məsələn, mən gəlmişəm istirahat eləməyə, qəzet oxuyan adama, tapa bilmirəm, masalda bir dənə də kiosk yoxdur. O mətbuat yayımı idarəsindən gedib zorla nəsə almaq olar. Bir dənə kiosk masalda yoxdur, oxuculara, şeir insanlarına, pomidor, xiyar, nə bilim, nələr lazımdır. Amma daha çox qəzet lazımdır, jurnal lazımdır ki, Azərbaycan ədəbi prosesini, Uldur jurnalını, Azərbaycan jurnalını, ədəbiyyat qəzetini izləsin. Əgər bu üç mətbuat orqanı yoxdursa, buradakı şairlərin texniki imkanlarından da söz atmaq biraz çətin olur. Arif Fərzəli deyildi ki, məsələn, Bakıda yaşasaydı, bəlkə də böyük bir şair olardı. Amma buna ehtiyac yoxdur. Kənddə, rayon mərkəzində yaşayan elə şairlərimiz var ki, onları Bakıdakı o qaynar ədəbi mühitdə də tanıyırlar. Arif Fərzəli ədəbiyyata 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində gəlib. Həmin dövrdə Azərbaycan poeziyasına yeni bir nəsil gəlmişdir. Kimdir onlar? Bəziləri ölüb, Allah rəhmət eləsin ki, yaşları imkan verməyib, ya müəyyən bir qəza olub. Akif Səməd, sonra Ramiz Qusarçaylı indi də yaşayır və Vətən adlı çox gözəl bir poetik epopeyanın müəllifidir. Əli Səmid Kür vəfat elədi. Daha sonralar Nisəbəyin, Sabirabadda yaşayan bir şairə idi, vəfat eləyib. Və s. indi Qəşəm Nəcəfzadə var, nə bilim, daha kimlər var. Yəni bu nəsil içərisində seçilmək, fərqlənmək, özünə məxsusluğunu deməli sübut eləmək çətindir. Azərbaycan Yazıçılar Birliyinin təxminən 3000-ə qədər üzvü var. Bu 3000-in ən aşağısı yarıdan çoxu şairdir. Şair bəziləri nəzmkardır. Bir 500-ü nəzmkardır. Sonra bir xeyli də şeir yazır. Amma şeir hələ poeziya demək deyil. Poeziya şeirin, sənətin yüksək formasıdır. Yəni bu mənada bizim vur-tut bir 50 sağ-salamat şairimiz var ki, onların da mən bir neçəsi elə bizim cənub bölgəsində. Mən çox danışmaq istəmirəm. Arif Fərzəli bir neçə il bundan qabaq deməli, nitq qabiliyyətini itirib, danışa bilmir. Amma şair üçün qələm lazımdır. Bir də ürəklə ağlın vəhdəti. Məmməd Araz demişkən, ağıl, ürək, bunlar mütləq vəhdət təşkil etməlidir. Xüsusilə ürək. Mən hamı təbrik elədi. Mən onun yaradıcılığı haqqında burada yaxşı mənada söz deyən Əli Zaman müəllim alqışlayıram. Camal Ağayevi alqışlayıram. Yəni, onun yaradıcılığını təhlil eləmək ümumiyyətlə Azərbaycan poeziyasının
gözəl bir nümayəndəsinin deməli yaradıcılığını təhlil etmək deməkdir. Arif Fərzəli dedikdə biz Azərbaycan poeziyasının deməli o nəslin içərisində seçilən. Siz elə bilirsiniz ki, bu ancaq bu regionda tanınmır. Yox, siz onu sevirsiniz. Amma Bakıda da sevirlər. Əgər Azərbaycan jurnalında, Ulduz jurnalında, ədəbiyyat qəzetində onun şeirləri çap olunursa, bu elə kənddə yaşayan bir şairin Azərbaycan poeziya mühitində tanınması deməkdir. Deməli, mühit var. Yaxşı yazarlar var. Burada Alik oturub. Azərbaycanda ən gözəl, öz nəslində ən gözəl nasirlərdən biridir. Azərbaycan jurnalının 7-8 nömrəsində mənim onun haqqında bir yazım çıxacaq. Yəni, mən əlimdən gələni eləyirəm. Yəni, Masallıda yaşayan, Lənkəranda yaşayan, Qafar müəllim bilir, onlar hər hansı bir tədbirində gedib iştirak edirəm. Ancaq burada Lənkərandakı ədəbi mühit kimi canlılıq yoxdur. Gəlin etiraf edəyək. Gəlin etiraf edəyək. Etiraf edəyək. Biznes adamlarını bir yerə toplamaq olar. Amma bu söz adamlarını bir yerə toplamaq bir qədər çətindir. Ona görə də mən çox arzu edirəm ki, demək, Masallıda da həmin o ədəbi mühit canlansın. Mən çıxışımın sonunda deməli, hamı hədiyyə verdi. Demək, Vaqif Yusifli Məmməd Aras dünyası. Məmməd Aras mükafatı alanlardan biri də mənəm. Həyatı və yaradıcılığı. Demək, mənə elə gəlir ki, buradan şair dost, havanı endir başından. Nə mən təslim olur, nə sən qürrələn. Sənət meydanında, söz meydanında yüzümüz bir sabir deyilik. Yəni, hər bir şair fikirləşsin ki, nizamilər, füzulilər, sabirlər olan deməli, bu ənənədə mən də heç olmasa onlardan biri olmasam da o ənənəni davam elətdirim. Sonra demək, bu kitabı mən Məmməd Aras dünyası kitabını Arifə hədiyyə verirəm və ömür vəfa eləsə, mən artıq Xanalı müəllimin yaşına çatmaq üzrəyəm. Başım görə titriyir, amma ölmək istəmirəm. Ölmək istəmirəm, yazmaq istəmirəm. Məni yaşadan ancaq deməli qələmdir də, söz istəyirəm, eləyirəm belə. Buyur, öpürəm səni. Və ömür vəfa eləsə, 2 il mənə möhlət ver, bir dənə də sənə uyğun bir kitab yazmaq mənə borcumdur. Allah çevirsin. Arif adi şair deyil. Adi şair deyil. Şair olmaq nə deməkdir? Şair olmaq odur ki, gərək öz damarlarından qanı çəkərək vurub isidəsən ülkə qanını. Bunu Sergey Yesenin deyir. Əgər onun damarlarından çəkilən qan bizim də damarlarımıza yeriyirsə bu şairdir. Şair üçün nə lazımdır? Birinci, gözəl dil. Hamı oxusun, başa düşsün. Arifin heç bir şeirində krasavor, müəmma, nə bilim, nə yoxdur. Tərtəmiz Azərbaycan dilində. İkincisi, şair üçün nə lazımdır? Obraz. Yüzlərlə şair var ki, şiir yazır, amma bu şeirində o nəql edir. Obrazı fikir olsun. Eşq dərdi ilə xoşam, əl çəkən asımdan, təbib. Qılma tədbir kim? Həlakim zəhr dərmanındadır. Qılma tədbir kim? Həlakim zəhr dərmanındadır. Şairlik də budur. Yəni, şairlik də bir xəstəlikdir. Yəni, yaxşı mənada xəstəlikdir. O fiziki mənada xəstəlik yox. O xəstəlik ki, sənin dırnaqdan təpiyə qədər kamilləşdirir. Və Arif Fərzəli də bu günün gözəl şairlərindən biridir. O region
əvvəllər işlədilirdi, əyalət ədəbiyyatı, region ədəbiyyatı. İndi buna ehtiyac yoxdur. Bu əsl, deməli, Azərbaycan şairidir. Region, əyalətdə o qədər gözəl şairlər var ki, mənim tanıdığım, bax, masalının özündədir. Bu mənada ona uzun ömür, can sağlığı və dediniz ki, onun yeni kitabı çapdan çıxacaq. Özünün ürəyindən olsa, mən ora 3-4 kəlmə ön söz yazarım. İnşallah. Çok sağ olun. Ve sonda bizim de böyle bir hediyemiz var Arif müəllimə. İcazə versiniz, onu təqdim edərdim. Ondan sonra aşağıda bir xatirə üçün kollektiv şəkil çəkdirəm. Sizi bir fərmanla tərk eləmişik. Mənim arzum budur ki, bundan sonra Allah sizə kifayət qədər zaman versin, kifayət qədər vaxt versin ki, bizim üçün bir aradasınız. Uzun ömür, can sağ olun. Bunu alıp Sinəmdə, yaşlılar sinəmdə mənim belə bir şeyini